Salam əziz dinləyicilər, əziz şagirdlər, abituriyentlər. Bugünkü mövzumuz cümlənin ikinci dərəcəli üzvü olan zərflikdir. Mövzuya keçmədən öncə gəlin zərflik və zərf anlayışlarına aydınlıq gətirək. Zərflik cümlənin ikinci dərəcəli üzvüdür, yəni sintaktik vahiddir. Zərflik kimi işlənən sözlərin altından dalğa və düz xətt işarəsi qoyulur. Zərfliyin ifadə vasitələri genişdir. Məsələn, bu ifadə oluna bilər isimlə, sifətlə, hətta zərfin özü ilə də ifadə oluna bilər. Deməli, zərf nitq hissəsidir, morfoloji vahiddir və zərfliyin ifadə vasitəsi ola bilər. Deməli, cümlədə bütün zərflər cümlədə zərflik vəzifəsində çıxış edə bilər. Amma bütün zərfliklər zərf deyil. Zərflik cümlə özüdür, sintaktik vahiddir, zərf isə nitq hissəsidir və morfoloji vahid hesab olunur. Daha sonra keçək mövzumuza. Zərflik cümlə özü kimi ikinci dərəcəli üzvdür və hərəkəti və əlaməti müxtəlif cəhətdən izah edir. Yəni, məna növlərində də fərq var. İndi yazanda qeyd edəcəm. Deməli, hərəkəti və əlaməti müxtəlif cəhətdən izah edir. Buna görə də zərfliyin bir neçə növləri meydana çıxır. Zərfliyin məna növləri hansılardır? Deməli, tərz hərəkət zərfləri, zaman zərfləri, yer zərfləri, kəmiyyət, miqdar zərfləri. Bax, bu 4 növ biz bunlara zərfdə də rast gəlirik. Amma səbəb və məqsəd zərfliyi var, amma səbəb və məqsəd zərfi yoxdur. Quruluşca növünə gəlsək, zərfliyin bütün cümlə üzvləri, qeyd etmişik ki, hər bir mövzunu izah etdikdə cümlə üzvlərini quruluşuna görə sadə və mürəkkəb olmaqla iki yerə bölünür. Əgər ifadə olunubsa, nitq hissəsi ilə sözlərlə bu sadə cümlə üzvüdür, yəni sadə zərflikdir. Əgər ismi birləşmə, fiili birləşmə, mürəkkəb adlarla ifadə olunubsa, bu artıq quruluşuna görə mürəkkəb cümlə üzvü, mürəkkəb zərflik hesab olunacaq. Zərflik əsasən xəbərə aid olur, xüsusən də fiili xəbərə aid ola bilir, ismi xəbərə də aid ola bilir. İsmi xəbərə aid olduqda əlaməti izah edir. Yəni, əgər xəbər sifətlə, isimləşməmiş sifətlə ifadə olunubsa, bu zaman onun əvvəlində gələn, necə sonuna cavab verən söz təyin yox, cümlədə zərflik vəzifəsində çıxış etmiş olacaq. Zərfliyin məna növlərindən danışaq. Deməli, zərfliyin məna növləri qeyd etdik ki, 6 məna növü var. Tərz hərəkət zərfliyi, deməli, hərəkətin işin icra tərzini bildirir. Necə, nə cür, nə vəziyyətdə, nə tərzdə, nə şəkildə kimi suallardan birinə cavab verir. Tərz hərəkət zərfliyi nələrdən ifadə olunur? Deməli, ifadə olur tərz hərəkət zərfləri ilə. Tərz hərəkət zərfliyi ifadə olunur. Elə tərz hərəkət zərflərinin özü ilə ifadə olunur. Məsələn, deyirik ki, o astadan danışırdı. Danışırdı kim? O necə danışırdı? Astadan danışırdı. Necə sualına cavab verdi? Qeyd etdik ki, zərflik hərəkəti, yəni xəbərə aid olub, bunu müxtəlif cəhətdən izah edir. Daha sonra bilirik ki, fiili bağlamanın əsas ifadə vasitəsi, yəni zərfliyin əsas ifadə vasitələrindən biri fiili bağlamadır. Fiili bağlama və fiili bağlama tərkibləri də cümlədə əsasən zərflik rolunda çıxış edirlər. Tərz hərəkət zərfliyi kimi nümunə göstərək. Məsələn, deyirik ki, o ağlayaraq otaqdan çıxdı. Aha. Çıxdı kim? O necə? Ağlayaraq. Necə çıxdı? Bax, ağlayaraq çıxdı. Necə çıxdı? Biz onu xəbərlə əlaqələndiririk. Deməli, burada araq fiili bağlama şəkilçisidir. Deməli, zərfliyin ifadə vasitəsi nə olacaq? Tərz hərəkət zərfliyin ifadə vasitəsi fiili bağlama olacaq. Və əgər bu söz özündən əvvələ söz toplayarsa, tərkib əmələ gətirərsə, o zaman fiili bağlama tərkibi kimi düşünürük. Daha sonra ifadə oluna bilər sual əvəzlikləri ilə. Məsələn, deyirəm ki, o dərsi necə oxuyur? Dərsi necə oxuyur? Oxuyur kim? O nəyi? Dərsi necə? Burada sual əvəzliyi nə etdi? Tərz hərəkət zərfliyi kimi çıxış etdi. Daha sonra
İfadə olunur qoşmalı sözlərlə və söz birləşmələri ilə. Məsələn, deyirik ki, deməli, bu uşaq babası kimi kövrəkdir. Kövrəkdir kim? Uşaq. Hansı uşaq? Bu uşaq. Necə? Babası kimi. Bax, necə sualına cavab verdi. Kövrəkdir. Necədir? Sifətin əvvəlində işləndisə, bu zaman olacaq zərflik. Əgər ismin əvvəlində işlənsə, bu zaman təyin olacaq. Biz qeyd etmişik ki, təyin isim və isimləşmiş ifadələrin əvvəlində işlənir. Əgər xəbər vəzifəsində iştirak edən söz isimləşibsə, bu zaman onun əvvəlində işlənən necə sualına cavab verən söz təyin olacaq. Əgər isimləşməyibsə, bu zaman zərflik olacaq. Bu necədir? Uşaq necədir? Kövrəkdir. Burada isimləşmədiyi üçün babası kimi cümlədə təyin yox, zərflik olacaq. Daha sonra ifadə oluna bilər ikinci tərəfində işlənən tərzdə, vəziyyətdə, şəkildə, halda sözlərlə ifadə olunan sözlər, birləşmələr tez hərəkət zərfliyi ola bilər. Məsələn, deyirik ki, dərsdə bu vəziyyətdə oturmazlar. Dərsdə bu vəziyyətdə oturmazlar. Oturmazlar harda? Dərsdə. Necə? Bu vəziyyətdə. Bax, ikinci tərəfi vəziyyətdə sözü ilə ifadə olunub. Bu kimi birləşmələr, sözlər cümlədə zərflik vəzifəsində çıxış edirlər. Daha sonra təyin və tərz hərəkət zərfliyinin sualları demək olar ki, bir-birinə bənzəyir. Ona görə onları qarşılamaq üçün nələrə diqqət etməliyik? Təyin isimlə isimləşmiş sözlərlə ifadə olunan üzvləri izah edir. Məsələn, deyirik ki, yaxşı sözü. Məsələn, deyirəm ki, yaxşı. Deyirəm, o yaxşı uşaqdır. Bir də deyirəm ki, o yaxşı oxuyur. Yaxşı oxuyur. Oxuyur, necə oxuyur? Uşaqdır, necə uşaqdır? Hər ikisinin sualı necədir? Əgər ismə aiddirsə, yaxşı uşaq, bu zaman olacaq təyin. Əgər hərəkətə aiddirsə, oxuyur. Bu zaman olacaq zərflik. Daha sonra bəzən elə olur ki, fiili sifətdə bəzən qoşmalarla işlənib təyin rolunda çıxış edə, daha doğrusu zərflik rolunda çıxış edə bilir. Bu məqamda da əgər fiili sifət qoşma ilə işləndikdə hərəkətə aiddirsə, bu zaman zərflik, amma ismə aiddirsə, bu zaman olacaq təyin. Məsələn, deyirəm ki, o da babası kimi müəllimdir. Məsələn, deyirəm, o babası kimi müəllimdir. Babası kimi müəllimdir. Müəllimdir. Kim? O. Necə? Babası kimi. Bax, necə sualına cavab verdi? Yenə də iki fərqli məqam çıxır qarşımıza. Zərflik yoxsa təyin. Müəllim isim olduğuna görə babası kimi təyin olacaq. Amma desəm ki, daha doğrusu biz burada fiili sifətlə birləşməsindən danışmalıydıq. Amma bu məqamda olur zərflik, təyin. Amma desəm ki, əlini gizli şəkildə dərs oxuyan gördüm. Dərs oxuyan gördüm. Əlini necə gördüm? Gördüm kimi əlini necə gizli şəkildə dərs oxuyan. Burada fiili sifətdə nə etdi? Fiili aid olub, zərflik vəzifəsində çıxış etdi. Qoşma ilə işləndiyi məqamda bu aiddir. Biraz burada qarşılıq oldu. Deməli, əgər
qoşmalı sözlər, ifadələr ismə aiddirsə bu zaman təyin. Amma hərəkətə aiddirsə bu zaman məsələn deyirəm ki, o da dayısı kimi oxuyur. Necə oxuyur? Dayısı kimi oxuyur. Bu zaman hərəkətə aid olduğu üçün nə olacaq? Dayısı kimi oxumaq bu zaman zərflik olacaq. Nümunəni qeyd edim, burada yazım. Dayısı kimi oxuyur. Dayısı kimi oxuyur. Oxuyur. Necə oxuyur? Dayısı kimi oxuyur. Burada nə olacaq? Zərflik. Çünki nəyə aiddir? Oxuyur feilinə aid. Amma babası kimi kövrəkdir desək, bu zaman isə olacaq. Babası kimi kövrəkdir, zərflik. Bu da zərflik olacaq. Çünki isimləşməmiş sifətə aiddir. Dayısı kimi oxuyur. Burada da qoşmalı söz hərəkətə aid olduğu üçün yenə də burada zərflik rolunda çıxış etmiş olacaq. Daha sonra tez hərəkət zərfliyi həm fiili xəbərə aid ola bilər, həm də ismi xəbərə aid ola bilər. Məqamda diqqətimizi saxlayırıq. Bax, görürük, babası kimi kövrəkdir, həm kövrəkdir, ismi xəbərdir. Dayısı kimi oxuyur desək, burada isə fiili xəbər. Deməli, həm ismi xəbərə, həm də fiili xəbərə aid ola bilir. Daha sonra danışaq zaman zərfliyindən. Deməli, zaman zərflikləri hərəkətin, hadisənin zamanı bildirir. Nə vaxt, nə zaman, haçan, nə zamana dək, nə vaxta dək kimi suallarla birinə cavab verir. Zaman zərfliyi nələrlə ifadə oluna bilir? Zaman zərflikləri. Zaman zərflikləri ifadə olunur elə zaman zərflərinin özü ilə, zaman mənalı bəzi isimlərlə, fiili bağlama və fiili bağlama tərkibləri ilə, isim birləşmələrlə, bəzi qoşmalı sözlərlə, sual əvəzliyi ilə, sayla və saya qoşulan il, yaş və ay sözlərlə ifadə oluna bilir. Bir də fiili sifət və zaman məkan mənalı sözlərlə işləndikdə bu zaman zaman zərfini yarada bilir. Nümunələrlə fikrimizi əsaslandıraq. Məsələn, deyirik ki, dünən yağış yağırdı. Yağış yağırdı. Yağırdı nə? Yağış. Nə zaman? Dünən. Nə zaman yağış yağırdı? Dünən. Burada zaman zərfliyinin ifadə vasitəsi dünən zərfidir. Və yaxud da deyirəm ki, biz qış günü tanış olduq. Qış günü tanış olduq. Tanış olduq. Kim? Biz. Nə zaman tanış olduq? Biz qış günü tanış olduq. Bax, burada qış günü ismi birləşmədir və zaman zərfliyinin ifadə vasitəsidir. Sual əvəzliyi ilə ifadə oluna bilir. Sual əvəzlikləri ilə zərfliyin öz suallarıdır. Zaman zərfliyinin öz suallarıdır. Nə vaxt, nə zaman, haçan. Məsələn, deyirəm ki, haçan başlayaq. Haçan başlayaq. Başlayaq, haçan. Haçan zaman zərfliyinin öz sualıdır. Elə ifadə vasitəsi də zaman zərfliyidir. Daha sonra ifadə oluna bilən fiili bağlama və fiili bağlama tərkiblərindən qeyd etdik. Məsələn, deyirik ki, o gələndə biz gedirdik. Bax, bu tipli cümlələrdə çox diqqətli oluruq. Cümlənin əvvəlində işlənən şəxs anlayışı bildirən sözü görən kimi mübtəda götürmürük. Gedirdik. Kim? Bax, mübtəda düşünsək, o gedirdik olarmı? Xəbər mübtəda ilə uzlaşmalıdır. Xeyr. Gedirdik. Kim? Biz. Mütləq xəbərdən başlayırıq, mübtədanı tapırıq. Nə zaman? O gələndə. Bax, nə zaman sualına cavab verdi. Zaman zərfliyidir, ifadə vasitəsi söz birləşməsidir. O gələndə əsas tərəfdə anda var, fiili bağlama şəkilçisi. Deməli, burada fiili bağlama tərkibi ilə ifadə olunmuşdur. Və yaxud da deyirəm ki, danışanda qulaq as.
Qulaq as. Qulaq as. Ne zaman? Danışanda. Burada isə anda fiili bağlamadır. Deməli, fiili bağlama ilə ifadə olunmuşdur. Və yaxud da deyirəm ki, zəng vurularkən tənəffüsə çıxarıq. Ne zaman çıxarıq? Zəng vurularkən. Burada da fiili bağlama tərkibi ilə ifadə olunmuşdur. Deyir ki, onu zəng vurulan zaman gördüm. Gördüm kimi onu ne zaman? Zəng vurulan zaman. O zaman dedik fiili sifətlər zaman, vaxt, an sözlərlə işləndikdə neydir? Yenə də zaman zərfliyini əmələ gətirir. Daha sonra deməli, bəzi məqamlara diqqət etməliyik. Məsələn, deyirəm ki, biz yedi saat yolda qaldık. Yolda qaldık. Aha. Yolda qaldık ki, biz nə qədər? 7 saat. Bax, nə qədər neyin sualıdır? Miqdar sərfliyini. Bax, 7 saat, saat, zaman, məkan sözlərini, məqam sözlərini görüb, o dəqiqə biz onu zaman zərfliyi olaraq düşünmürük. Nə qədər yolda qaldıq? 7 saat. Burada artıq miqdar kəmiyyət əmələ gətirib. Amma desəm ki, saat 7-də film başladı. Film başladı. Başladı nə? Film nə zaman? Saat 7-də. Bax, burada artıq fərqlidir. Olacaq zaman zərfliyi. İfadə vasitəsi nədir? Saat 7-də ismi birləşmə ilə ifadə olunmuşdur. Daha sonra danışaq yer zərfliyindən. Yer zərfliyi nədir? Bax, adından da göründüyü kimi qeyd etdik ki, zərflik hərəkətə aid olur və onu müxtəlif cəhətdən izah edir. Yer zərfliyi nədir? Hərəkətin neyini bildirəcək? Hərəkətin yerini bildirir. İcra olunduğu yeri, istiqaməti, başlanğıcını, bitməsini, hansısa bir yerini bildirir hərəkətin. Yer zərfliyinin sualları hansılardır? Deməli, bax, yer zərfliyi haraya, harada, bir də haradan suallarından birine cevap verir. Haraya, harada, haradan, bir də hara sualına cevap verir yer zərfliyi. Bax, diqqətli oluruq. Deməli, biz bilirik ki, təsirli hal cümlədə nə olur? Davamlıq olur. Adlı hal cümlədə mübtəda olur. Yəlik hal haranın elə bir sual sintaktik təhlildə yoxdur. Yəlik hal təklikdə cümlə üzvü olmur. Yerdə qalan hara ilə bağlı suallar nəyə aiddir? Yer zərfliyinə aiddir. Yer zərfliyinin əsas ifadə vasitələri nələrdir? Yer zərfləri, yer məkan mənalı isimlər, isim birləşmələr, bir də qoşmalı söz və birləşmələrlə ifadə olunur. Bax, diqqətli olaq. Deməli, əsasən də yer zərfləri və yer məkan mənalı isimlərdə diqqətli olmalıyıq. Məsələn, deyirəm ki, irəlidə meşə var. Bir də var, deyirəm, kənddə meşə var. Var nə meşə? Harada? İrəlidə. Zərflik harada? Zərfliyin sualıdır. Harada? Kənddə. Hər ikisi nədir cümlə özü olaraq? Sintaktik cəhətdən hər ikisi zərflikdir. İfadə vasitəsi olaraq nədir? Bax, irəli zərfdir, nitq hissəsi kimi. Deməli, zərfliyin ifadə vasitəsi zərfdir. Amma kənddə, kənd sözü nitq hissəsi kimi nə sayılır? Kənd sözü nitq hissəsi kimi isimdir. Deməli, burada zərfliyin ifadə vasitəsi nə olacaq? İsim, irəlidə isə olacaq
Zərfin özü, zərfliyin ifadə vasitəsi zərfdir. Burada isə zərfliyin ifadə vasitəsi isimdir. Başqa bir nümunə də yazaq. Məsələn, tutaq ki, deyirəm, burada əvvəllər heç kim yaşamayıb. Yaşamayıb kim? Heç kim harada? Burada. Zərflikdir, yer zərfliyidir. Bir də var, deyirəm ki, qəsəbədə əvvəllər heç kim yaşamayıb. Harada? Qəsəbədə. Qəsəbədə nədir? Yer zərfliyidir. Harada sonuna cavab verir. İfadə vasitəsi nədir? Qəsəbə isimdir. Amma burada nədir? Bura isə zərfdir. Yer zərfinin özüdür. Biz zərf mövzusunu keçəndə ilk hissəsi kimi biz qeyd etmişdik ki, yer, məkan, mənalı isimləri yer zərflərinə necə fərqləndiririk? Bax, ismin konkret bir məkanı var. Qəsəbə konkret bir məkandır. Şəhər, kənd, Bakı, bunlar konkret bir məkandır. Deyəndə hardasan? Kənddə, sinifdə, məktəbdə, evdə konkret bir məkanı bildirir. Amma deyir hardasan? Burada. Harda olduğu dəqiq bilinmir. Hardayasan? Orada. Hardan gəlirsən? Oradan gəlirəm. Oradan konkret bir məkan deyil. Amma qəsəbə, kənd, şəhər, məktəb isə konkret bir məkandır. Daha sonra ismi birləşmələrlə ifadə oluna bilər yer zərfləri. Məsələn, nümunə olaraq yazaq. Deyirəm, kəndin qurtaracağında səni gözləyirlər. Kəndin qurtaracağında səni gözləyirlər. Gözləyirlər kimi? Səni harada? Kəndin qurtaracağında. Harada nədir? Yer zərfliyidir. Harada. Daha sonra hansı məsələyə diqqət etməliyik? Deməli, biz qeyd etdik ki, zərfliyin sualları içərisində hara sualı da var. Hara sualına biz həm də rast gəlmişik harda? Mübtədada. Deməli, hara həm mübtədanın sualıdır, həm də zərfliyin sualıdır. Bəs cümlə daxilində işləndikdə biz haradan bilirik ki, bu mübtədadır yoxsa zərflikdir? Deməli, zərfliyin hara sualı ilə yanaşı haraya sualı da var. Əgər hara sualına cavab verən sözə haraya sualını verə biliriksə, bu nə olacaq? Zərflik olacaq. Əgər verə bilmiriksə, bu artıq mübtəda olacaq. Məsələn, nümunə ilə deyirik. Bu əsasən yer zərfləri ilə ifadə olunan sözlərdə bizim diqqətimizi yayındıra bilər. Məsələn, deyirəm ki, ora gedirəm. Bir deyirik ki, ora təmizdir. Təmizdir hara? Ora. Hara təmizdir? Ora təmizdir. Haraya təmizdir? Oraya. Deyə bilirik? Əlbəttə xeyr. Deməli, bu olur mübtəda. Gedirəm. Hara? Ora. Haraya? Oraya. Bu isə artıq olacaq cümlədə zərflik. Daha sonra biz bilirik ki, feili bağlama əsasən cümlədə zərflik vəzifəsində çıxış edir. Amma feili bağlama cümlədə yer zərfliyi, bir də məqsəd zərfliyi ola bilməz. Bu məqamda nəzərimizdən qaçırmırıq. Deməli, feili bağlama cümlədə yer zərfliyi, bir də məqsəd zərfliyi kimi çıxış edə bilməz. Kəmiyyət zərflərindən danışaq. Deməli, kəmiyyət zərfləri işin, hərəkətin nə qədər, nə dərəcədə icra olunduğunu bildirir. Sualları nə olacaq? Kəmiyyət zərflərinin. Əgər hərəkətin kəmiyyətini nə dərəcədə icra olunduğunu bildirirsə, suallar nə olacaq? Nə qədər? Bir də nə dərəcədə? Nə qədər? Nə dərəcədə suallarına birinə cavab verir. İfadə vasitəsi miqdar zərflərdir. Məsələn, deyirik ki, mən səndən çox razıyam. Razıyam kim? Mən kimdən, səndən, nə qədər çox. Nə qədər sualına cavab verdi.
Deməli, nə qədər sualı bilirik ki, həm də təyin sualıdır, yəni sayın sualıdır. Bu məqamda nəyə diqqət etməliyik? Deməli, əgər məsələn deyirəm ki, o çox danışır, çox danışır. Bir dəfə deyirik ki, onun çox kitabı var. Doğrusu, çox kitabı yazaq ki, isim birləşmənin çox kitabı var. Var nə kitabı, nə qədər kitabı? Çox kitabı burada təyin olacaq. Çünki çox kitab isimə aiddir. Amma danışır, hərəkətə aid olduğu üçün nə qədər danışır? Çox danışır. Burada isə çox, yəni nə qədər sualına cavab verən söz cümlənin zərfliyi rolunda çıxış etmiş olacaq. Daha sonra ifadə vasitəsi olaraq nələri göstərə bilərik? İsmi birləşmə ola bilər ifadə vasitəsi olaraq. Məsələn, deyirik ki, biz beş gün yatmadıq. Yatmadıq kim? Biz nə qədər yatmadıq? Biz 5 gün yatmadıq. Nə qədər? 5 gün. Bu da cəmiyyət zərfliyinin ifadə vasitəsidir. Sual əvəzliyi eyni zamanda ola bilər. Məsələn, deyirəm ki, onlar nə qədər oynadılar? Oynadılar kim? Onlar nə qədər? Nə qədər? Sual əvəzliyidir. Tərz hərəkət, daha doğrusu cəmiyyət zərfliyinin ifadə vasitəsi olaraq çıxış etdi. Daha sonra hər hansısa bir say, il, ay, gün sözlərinə qoşulduqda da cəmiyyət zərfini yaradır. Məsələn, nümunə olaraq göstərək. Tutaq ki, onlar 10 il əsirlikdə olublar. Əsirlikdə olublar. Əsirlikdə olublar kim? Onlar nə qədər? 10 il. Səni 6 ay gözlədim. Nə qədər gözlədim? 6 ay gözlədim kimi sözlər nə olacaq? Cümlədə cəmiyyət zərfliyi olacaq. Deməli, cəmiyyət zərfliyi də həm ismi xəbərə, həm də fiili xəbərə aid ola bilir. Hər birinə aid ola bilir. Onu biz nümunələrdə də gördük. Daha sonra danışaq səbəb zərfliyindən. Səbəb zərfliyi hərəkətin səbəbini, niyə, nə üçün, nədən ötürü, nə səbəblə baş verdiyini bildirir. Səbəb zərfliyi nələrlə ifadə olunur? Təsriflənməyən fiillərlə, xüsusən də fiili sifətlə ifadə olunur. Məsələn, deyirəm ki, gecikdiyindən gəlmədi. Gəlmədi. Niyə? Nə üçün gəlmədi? Gecikdiyindən gəlmədi. Burada fiili sifətlə ifadə olunur. Əgər desəm ki, dərsə gecikdiyindən gəlmədi, əvvəlinə söz əlavə etsəm, nə üçün, niyə gəlmədi? Dərsə gecikdiyindən, bu zaman fiili sifət tərkibi ilə, fiili birləşmə ilə ifadə olunmuşdur. Daha sonra məslərlə də ifadə oluna bilər. Məslər üstə gəl, maq üstə gəl, dan şəkilçisi ilə işlənirsə, bu zaman da səbəb zərfliyini yarada bilir. Məsələn, deyirəm ki, gözləməkdən yoruldu. Yoruldu. Niyə, nə üçün yoruldu? Nə səbəbə yoruldu? Gözləməkdən yoruldu. Burada da səbəb zərfliyi olacaq. Daha sonra ifadə oluna bilər. İsmi birləşmələrin ifadə oluna bilər. Məsələn, deyirik ki,
başının ağrısından, qışqırırdı. Qışqırırdı. Qışqırır ne üçün? Niyə? Nə səbəbə qışqırır? Başının ağrısından. Buradan başının ağrısından zəflikdir. Səbəb zəflikdir, amma ifadə vasitəsi başının ağrısı ismi birləşmə ilə ifadə olunmuşdur. Daha sonra qoşmalı sözlər və birləşmələrlə ifadə olunur. Əsasən də fe'li sifət üstəgəl qoşma ilə ifadə oluna bilir. Məsələn, deyirik ki, gecikdiyi üçün danlandı. Danlandı nə üçün? Niyə? Gecikdiyi üçün. Gecikməyinin səbəbidir. Nə səbəbə danlandı? Daha sonra isimlərlə, sifətlərlə ifadə oluna bilər. Çıxışlı qalda işlənən. Məsələn, deyirəm ki, soyuqdan çənəsi əsirdi. Əsirdi. Əsirdi, çənəsi əsirdi. Niyə, nə üçün, nə səbəb əsirdi? Soyuqdan əsirdi. Burada zəfliyin ifadə vasitəsi soyuq sifətidir. Çıxışlı qalda işlənmişdir. Sonra səbəb zəfliyi də həm ismi xəbərə, həm də fe'li xəbərə aid ola bilir. Bir də məqsəd zəfliyimiz var. Məqsəd zəfliyi iş və hərəkətin niyə, nə üçün, nəyə görə, nə məqsədlə baş verdiyini bilir. Və diqqətli oluruq. Ən çox zəflikdə belə deyək, bizə çətinlik yaradan səbəb və məqsəd zəfliyinin fərqləndirilməsidir. Bunları fərqləndirməyin bir neçə rahat yolu var. Yəni, əslində, məzmuna baxanda biz onu rahatlıqla görə bilirik. Amma yenə də bəzi məsələlərə burada izah edəcəm. Deməli, məqsəd zəfliyi işin niyə, nə üçün, nəyə görə, nə məqsədlə baş verdiyini bildirir. Səbəb zəfliyinə nə səbəblə sualını veririk. Amma məqsəd zəfliyində nə səbəblə yox, nə məqsədlə sualını verə bilirik. İfadə oluna bilər. Necə ki, fe'li sifət əsasən səbəb zəfliyə kimi çıxış edir. Fe'li sifət və qoşmalı sözlər. Amma deməli, məqsəd zəfliyinin ifadə vasitəsi olaraq məqsəd, diqqətli olaq, məqsəd zəfliyinin əsas ifadə vasitələrindən biri nədir? Məsdər üstəgəl qoşma. Məsdər üstəgəl qoşmalı sözlərlə ifadə oluna bilir. Deməli, məsələn, nümunə olaraq deyirəm ki, oxumaq üçün şəhərə getdi. Baxmaq üstəgəl üçün. Getdi haraya? Şəhərə. Nə üçün? Niyə? Nə səbəbə? Nə məqsədlə? Oxumaq üçün. Nədir burada? Məqsəd zəfliyidir. Oxumaq üçün şəhərə getdi. Daha sonra deməli, məsələ yönlük halda işləndikdə də məqsəd zəfliyi kimi çıxış edir. Məsələn, deyirəm ki, mən səninlə danışmağa gəlmişəm. Danışmağa gəlmişəm. Gəlmişəm, niyə gəlmişəm? Nə üçün gəlmişəm? Səninlə danışmağa gəlmişəm. Deməli, həm fiili birləşmədir, həm də maq, məsdər yönlük halda işlənərək səbəb, məqsəd zəfliyi kimi işlənə bilər. Səninlə danışmağa gəlmişəm. Burada da məqsəddir. Daha sonra məsələn, bəzi sözlər var ki, birləşmələr var ki, ikinci tərəfində uğrunda, niyyət, məsələn, bəhanə, yolunda, naminə kimi sözlərlə ifadə olunur. Məsələn, bunlar da məqsəd zəfliyidir. Vətənin azadlığı naminə canından keçdi. Canından keçdi. Nə üçün? Nə məqsədlə? Vətənin azadlığı naminə, vətənin azadlığı uğrunda. Daha sonra deməli,
Məqsəd zərfliyi ilə səbəb zərfliyini fərqləndirmək üçün diqqət etməliyik nəyə? Düzdür, məzmun önəmlidir. Bax, birinci məqama diqqət edirik. Əgər səbəb zərfliyidirsə, bu zaman iş xəbərdən əvvəl aiddir. Yəni, baş verən hadisə xəbərdən əvvəl baş verir, xəbər isə sonra baş verir. Amma məqsəd zərfliyində isə xəbərdəki iş baş verəcək, sonra zərflikdəki iş baş verəcək. Məsələn, nümunə yazaq. Deyirəm ki, o işlədiyi üçün yorulurdu. Bir də var, deyirik ki, o işləmək üçün xaricə getdi. Bax, yorulurdu kim o? Nə üçün? Niyə? Nə səbəbə yorulurdu? İşlədiyi üçün. Getdi kim o? Haraya? Xaricə. Niyə? Nə üçün? İşləmək üçün. Bax, hər ikisi zərflikdir. Hər birinə niyə, nə üçün suallarını vermək mümkündür. Bəs hansı səbəbdir, hansı məqsəddir? Bax, birinci onu qeyd edək ki, səbəb zərfliyi fiili sifət üstəgəl üçün ötürü görə qoşmalarla işlənir. Amma məqsəd zərfliyi məsdər üstəgəl üçün ötürü qoşmalarla işlənir. Daha sonra, bax, işlədiyi üçün yorulurdu. Birinci nə gəlib? Birinci işləyib, sonra nə edib? Yorulub. Əgər səbəbdirsə, birinci zərflikdəki hadisə baş verir. Birinci işləyir, ikinci xəbərdəki hadisə baş verir, sonra yorulur. Amma məqsəddirsə, o işləmək üçün xaricə getdi. Hələ işləmir, zərflikdəki hadisəni saxlayırıq. Artıq hələ bu gedib xaricə. Məqsəd nədir? İş tapmaq. İş tapmaya bilər. Bir növ belə düşünək də. Səbəb zərfliyi faktdır. Yəni işləyib artıq. Fakt odur ki, bu işləyib, yorulub. Amma məqsəd zərfliyi ehtimaldır. Yəni ehtimal nədir? Bu baş verə bilər, baş verməyə bilər. İşləmək üçün xaricə gedir, işləməyə bilər, işləyə də bilər. Birinci gedir, sonra iş axtarır. Daha sonra adətən səbəb zərfliyi çıxışlıq halda olur. Məqsəd zərfliyi isə yönlük halda işlənir. Məsələn, deyirəm ki, əvvəlki cümləmizdə o soyuqdan üşüyürdü. Soyuqdan. Niyə üşüyürdü? Soyuqdan üşüyürdü. Səbəbdir. Amma desək ki, burada o işli vaxt bunu götürüb yerine nə yaza bilərik? O işləməyə getdi. Nə üçün getdi xaricə? İşləməyə getdi. Burada da yönlük halda işləndikdə nə olacaq? Məqsəd zərfliyi olacaq. Və məqsəd zərfliyinə nə məqsədlə sualını da verə bilirik, amma səbəb zərfliyinə verə bilmirik. İşlədiyi üçün yorulurdu, nə məqsədlə yorulurdu? Bu sualı verə bilmərik. Amma işləmək üçün xaricə getdi, nə məqsədlə xaricə getdi? Bir neçə nümunə də yazaq. Məsələn, deyirəm ki, ev tikmək üçün çoxlu pul yığmışdı. Bir də var, deyirəm ki, pulu olduğu üçün böyük ev tikmişdi. Böyük ev tikmişdi. Deməli, yığmışdı. Kim o? Nəyi? Pulu. Nə qədər? Çoxlu. Nə üçün? Ev tikmək üçün. Bizim zərfliyimiz. Tikmişdi. Nəyi? Evi. Ev tikmişdi. Qeyri-müəyyən təsirlik halda. Necə ev? Böyük ev. Nə üçün? Pulu olduğu üçün. Bax, hər ikisində nə üçün? Biz qeyd etdik ki, əvvəlcə maq, məsdər üstəgəl üçün qoşması məqsəd zərfliyidir. Fiili sifət üstəgəl üçün nə olacaq? Səbəb zərfliyi olacaq. Başqa biri, bax, ev tikmək üçün pul yığmışdı. Məqsəddir yoxsa səbəb? Biz dedik ki, əgər məqsəddirsə, birinci xəbərdəki hadisə gəlir. Məqsəddirsə, bax, birinci pul yığır. Daha sonra ikinci nədir? Ev tikmək üçün. Gedir ev tikməyə. Amma səbəb zərfliyi olanda
Bax, pulu olduğu üçün ev tikmişdi. Bax, bunu artıq birinci pulu olub. Sonra nə edib? Evi tikib. Bu üsullarla nə edə bilərik? Səbəb zərfliyini məqsəd zərfliyindən fərqləndirə bilərik. Bugünkü dərsimiz bu qədər. Dərsim əgər faydalı oldusa hər birinizə videomuzu bəyənməyi, paylaşmağı, fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Təşəkkür edirik.